Dəyərli izləyicilərim, hər vaxtınız xeyirli olsun. Sizlərə Mehtabat qəsəbəsində, mərkəzi yolun tam kənarında, çox gözəl bir ərazidə, İspetrolun yaxınlığında, 4 nömrəli məktəbə yaxın ərazidə yerləşən villa üslubunda inşa olunan çox gözəl elit bir məhəllədə sizlərə möhtəşəm 4 otaqlı, evin də torpağın da kupçası olan 155 kvadratlıq sahəyə malik olan gözəl, baxın belə bir evimizi sizlərə təqdim edirəm. Deməli, burada bizdə məhəllədə bir neçə evlər var. Diqqətlə izləsəz, o evlər haqqında ümumi məlumatı qeyd edəcəm və çəkib paylaşacağım. Belə bir həyətyanın sahəsi var, rahat şəkildə avtomobil daxil ola bilir. Mehtabadın ən gözəl yerində, hündür yeridir, eyni zamanda yolu asfaltdır, tam mərkəzi hissəsində yerləşir. Evin yan hissəsinə, digər yan hissəsinə keçid qoyulub, mərtəbələr arası monolit betonlu, yüksək keyfiyyətə malik olan çox gözəl, super evlərdir. Kommunallar ərazidə daimidir, kanalizasiya mərkəzidir. Evin belə bir gözəl xarici görünüşü var. İstifadə olunan bütün təmir tikinti materialları hər biri ən yaxşısından seçilir. Bura teras hissəsidir. Baxın belə bir teras hissəsi var. Burada da yay aylarında istirahət üçün gözəl bir məkandır. Deməli, evə daxil olduqda belə bir gözəl, geniş bir dəhliz sahəsi bizi qarşılayır. İlk öncə mən sizə ümumi dəhlizi təqdim edim. Diqqətlə baxın, çox gözəl təklifdir. Pilləkənlarına kimi monolit beton üzəri qranit daşlarla bəzədilib. Bu hissədə gözəl, geniş bir qonaq otağı, kvadrat ölçüyə malikdir. Pəncərələri tünd şabalıtı şəbəkə pəncərələrdən istifadə olunub. Ümumiyyətlə ev işıqlı evdir. Hər bir tərəfdən evə günəş işığı düşür. Mətbəx mebeli yığılansa gördüyünüz kimi qranitlərlə üzlənib. Qiymət 143.000 manatdır. Deməli, burada bizdə 158.000 ev var, yəni ölçüsünə görə, sahəsinə görə qiymətlər dəyişilir. Bu evimizin qiyməti 143.000 manatdır. Mehtabadda yerləşir, real alıcılara qiymətdə endirim olacaq. Sanuzeldə tam təchizatdır və döşəmə hissəsi istipolla əvəz olunub. İkinci mərtəbəyə qalxaq. İkinci mərtəbədə bizdə yerləşir geniş yataq otaqları. Pilləkənləri çox geniş, rahat bir pilləkənləri var. Bütün otaqlara pəncərəsi var. Ümumiyyətlə evin iki tərəfi də yol olduğu üçün bütün pəncərələrin qarşısı açıqdır. İkinci mərtəbəyə qalxdıqda birinci yataq otağı, üzr istəyirəm, ikinci sanuzeli, ikinci mərtəbənin sanuzeli. Bu hissədə bir yataq otağı, burada yerləşir evimizin növbəti yataq otağı. Bu yataq otağının üstünlüyü balkona çıxışının olmağıdır və ölçüsünün kifayət qədər geniş olmağıdır. Burada da istəsəz qardirob üçün boş sahəsi var. Gələcəkdə qardirob da yığdıra bilərsiniz. Tavanlar spot işıqlarla bəzədilib. Sənədi kupçadır. Əlavə məlumat üçün zəng vurub maraqlana bilərsiniz. Sağ olun, təşəkkürlər.